Salam, hər vaxtınız xeyir olsun. Əvvəlki izahlarımızda MHM nəşriyyatının Azərbaycan dili suallarından isim bölməsinin ilk 55 sualını izah eləmişdim. Bu dəfə isə sonrakı sualları izah edəcəm. Baxaq 56-cı suala. Deməli, soruşur. Ürəyimin qəzəbi, sevinci, qəmi şeirim. Bütün yaralarımın bircə məlhəmi şeirim. Nümunədəki isimlərin təhlilinə əsasən cədvəldən uyğun fikirləri müəyyən edin. Ürəyimin, deməli, qəzəbi, sevinci, qəmi şeirim. Birinci misrada bütün sözlər isimdir. İkinci misrada yaralarımın məlhəmi şeirim. Bunlar da isimlərdir. Deməli, demək olar ki, hamısında mənsubiyyət şəkilçisi var. Hə? Var. Birincisi deyir, isimlərin bəzisi quruluşca sadədir. Hər birinin amonimliyi mövcuddur. Hər birinin amonimliyi mövcud deyil. Məsələn, qəzəb sözü anonim deyil. Məsələn, ürək sözü anonim deyil. Fikir yanlışdır, qabağına doğru yazılıbdır, bunu götürmərəm. 2. Düzəltmə isimlərdən birində iki leksik şəkilçi var. Deməli, düzəltmə isimlər sevinç sözündə bir dənə leksik şəkilçi var. Yaralarım sözündə, bu da ikinci düzəltmə sözdür. Burada da bir dənə leksik şəkilçi var. Hər iki sözdə bir dənə leksik şəkilçi var. Ona görə bu fikir səhvdir, qabağına doğru yazıb getdi. Mənsubiyyət şəkilçili iki isim yiyəlik haldadır. Mənsubiyyət şəkilçili iki isim. Biri ürəyimin yiyəlik haldadır. Bir də yaralarımın, bu da yiyəlik haldadır. Biri isə müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil, yanlışdır. Biri yox. Bax, ürəyimin qəzəbi. Bax, bu ikisi müstəqil deyil. Yaralarımın məlhəmi, bu ikisi də müstəqil deyil. Yəni, 4 dənəsi müstəqil deyil. Bu fikir yanlışdır. Qabağına yanlış yazıb deyə bunu götürürəm. Adlı halda olan 6 isim işlənmiş nümunədə düzəltmə isimlər fərqli hallardadır. Düzəltmə isimlər sevinci adlı haldadır. Yaralarımın yiyəlik haldadır. Düzəltmə isimlər fərqli hallardadır və deyir ki, adlı halda da 6 isim işlənibdir. Qəzəbi 1, sevinci 2, qəmi 3, şeirim 4, sonra məlhəmi 5, şeirim yenə 6. Oradan da bu fikir doğrudur, qabağına doğru yazılıb. Bunu da ötürdüm. 5-ci fikir, fərqləndirilən söz isimlə amonim olmasa da amoform kimi işlənə bilər. Fərqləndirilən söz bütün sözüdür, isimlə amonim deyil. Bütün sözü əvəzlikdir. Amoform ola bilərmi? Bəli, ola bilər. Büt sözü var. Büt. Büt. Heykəldən bəzi qism insanlar bütə inanırlar da heykələ tapırlar. Həmin o bütdən söhbət gedir. Sözün kökü büt ola bilər. Ündə qrammatik şəkilçi kimi düşünülə bilər və bununla həmin o bütün əvəzliyi amoform olur. Fikir doğru fikirdir. Qabağına doğru yazılıb. Bunu da ötürürəm. Cavab 3, 4, 5 A variantı. 57-ci sualda deyir ki, cədvələ əsasən uyğun nümunələri müəyyən edin. Mənsubiyyət şəkilçili söz mənsubluq bildirmir. İsim sifətin xüsusiyyətini daşıyır, müstəqil şəkildə cümlə üzvü deyil. Deməli, mənsubiyyət şəkilçisi mənsubluq bildirmir nə deməkdir? Mənsubiyyət şəkilçili söz əgər bir şəxsə aid deyilsə, həmin o mənsubiyyət şəkilçisi olsa da mənsubluq bildirmir kimi götürülür. Bax, birinci nümunədə deyir ki, o hələ də sənin maşınını sürür, sənin maşının mənsubluq bildirir. Yəni maşın bir şəxsə aiddir. İkinci nümunə, buraya uşaqların üçü gəlibdir. Və burada uşaqların üçü. Bu üç say olaraq mənsubluq bildirmir. Mənsubiyyət şəkilçisi söz mənsubluq bildirmir. Bir budur, bir də ki, dediyim həmin məqamda, həmin məqama toxunmayıblar, bunu veriblər. Yəni, uşaqların üçü deyəndə bunların hər hansı bir əşyasından söhbət getmir ki, onların sayından söhbət gedir. Bu da mənsubluq bildirməyən anlayış olaraq qəbul olunur. Bunu götürərik. Sonra onun dünən yeni aldığı telefonu, onun telefonu mənsubluq bildirir. Yəni, bir şəxsə aiddir, bir telefondan söhbət gedir, getdi bu da. Sonra sağ tərəfdə isim sifətin xüsusiyyətini daşıyır. Müstəqil şəkildə cümlə üzvü deyil, isim sifətin xüsusiyyətini daşıyır. Qızıl sırğasının qaşları tökülmüşdü. Doğrudur, qızıl sırğa. Qızıl burada ismin xüsusiyyətlərini, sifətin xüsusiyyətlərini daşıyır, amma müstəqildir, təyin funksiyasındadır. Bizə deyir ki, müstəqil olmasın. Gümüşü kəmər alanda çox sevinirdi. Bu ümumiyyətlə olmaz. Çünki burada gümüşü sözü ismin xüsusiyyətini daşıyan, sifətin xüsusiyyətini daşıyan isim deyil. Bu sözü özü rəng bildirən sifətdir. Ona görə 5-i də atıram qırağa. 6. Metal əşyalarınızı boşaldıb sonra keçin. 6-nı götürürəm. Çünki burada metal isimdir. Sifətin xüsusiyyətini daşıyır. Özü də boşaldıb feili bağlamasının tərkibindədir. 2 oradan, 6 da buradan cavab B variantı. Hansı sözdəki şəkilçinin amonimi isim əmələ gətirə bilir? Bax, belə suallarda sözü isim olaraq axtarmayın. Avtomatik isimləri silin siyahıdan. Bunlar hamısı getdi. Cavab qalır yerdə B variantı. Çünki deyir, hansı şəkilçinin amonimi isim əmələ gətirir? Yəni, bu söz başqa bir hissəsi olsun. Həmin sözün tərkibindəki şəkilçi həm də isim yaratsın. Cavab B variantıdır. Unutqan sözü sifətdir. Tərkibində qan leksik şəkilçisi var. Qan şəkilçisi də həm də isim düzəldə bilir. Məsələn, asıl qan. Yaratdı mı? Bəli.
yaratdı. B variantı bizim cavabımız oldu. 59-cu sualda doğru və yanlış fikirləri müəyyən eləyirik. Eləyək. Deməli, bir adlı kallı isim işlənən cümlədə mübtəda mütləq var. Xeyr, xitab da ola bilər, təyin də ola bilər, xəbər də ola bilər. Təsirli hallı söz xəbərin ifadə vasitəsinin tərkibində işlənə bilir. Təsirli hallı söz xəbərin ifadə vasitəsinin tərkibində işlənə bilər, bəli işlənə bilər. Təsirli halda olan söz özü müstəqil xəbər olmur heç bir halda. Heç bir halda müstəqil xəbər olmur, amma xəbərin ifadə vasitəsinin tərkibində ola bilir. Məsələn, deyək ki, xəbərin ifadə vasitəsi, məqsədim bu kitabı oxumaqdır. Məqsədim bu kitabı oxumaqdır ifadəsinin tərkibində kitabı təsirli halda olan söz varmı? Bəli, var. Doğrudur. Daha sonra yanlışın altından yanlışlar seçirik. Hal məşəkilçili sözlərin hamısı müstəqil şəkildə tamamlıq ola bilir, səhvdir. Məsələn, yiyəlik hal müstəqil şəkildə heç vaxt tamamlıq ola bilməz. Sifət formaca dəyişmədən ismin xüsusiyyətini daşıya bilməz. Formaca dəyişmək qrammatik şəkilçi qəbul etməkdir. Sifət qrammatik şəkilçi qəbul etmədən də ismin xüsusiyyətini daşıya bilər. Səhvdir bu da. Yönlük hallı sözlərdə tələffüz zamanı kök dəyişə bilir. Bu doğrudur. Mütləq dəyişməlidir deyə bir şey yoxdur. Dəyişə də bilər, dəyişməyə də bilər. Amma bu mütləq deyil də. Yəni, bu yanlışdır deyə bilmərəm. Yönlük hallı sözlərdə tələffüz zamanı kök dəyişə bilir, bəli dəyişə bilir. Bu doğru fikirdir. Buna toxunmaram, yerində qalar. 2, 3, 4 cavab olmalıdır. B variantı. Daha sonra klaster verilib. Klaster əsasən uyğun fikirləri müəyyən eləyir. Uyğunluq axtarır. Bir dənə ortaq fikir verib ki, leksik mənalıdır. Yalan söz də leksik mənalı sözdür. Məlumatsızlıq sözü də leksik mənalı sözdür. Bu iki sözü bura yerləşdirirsən. Və 3-ə 4-ə də həmin sözlərə uyğun fikirlər tapırsan, cavabı tapırsan o formada. Birinci söz yalan sözüdür. Fərqləndirilən ikinci söz də məlumatsızlıq sözü, düzdür. Bunları ardıcıl yazıram bura hələ ki, görək nə göstərir. Yalan sözünü bura yazaq. Məlumatsızlıq. Lığının. Belə də. Bura yazaq. Bunlara uyğun fikirlər seçməyə çalışaq. Deməli, C variantında deyir ki, doğru sözü ilə antonimdir. Yalan insan məlumatsızlığının günahını gizlətmək üçündür. Bu fikir səhvdir tamamən. Çünki doğru sözü ilə antonim ola bilməz. Çünki yalan sözü isimdir, doğru sözü sifətdir. Ona görə anı yox, C-ni silməliydik. C-ni sildik. Tamamlığın ifadə vasitəsinin tərkib hissəsidir. Tamamlığın ifadə vasitəsinin. Yalan insan məlumatsızlığının günahını gizlətmək üçündür. İnsan məlumatsızlığının günahını gizlətmək üçündür. Xəbər nə? Yalan. Cümlə mübtəda xəbərdən ibarətdir. Ona görə bu da səhvdir. Sonra E variantı, kökü sifət olan bu söz sifətdən düzəlmiş isimdir. Aha, bu məlumatsızlıq sözünə aiddir. Sözün kökü məlum. Məlum sözündən məlumat, məlumatsızlıq ının. Düzdür? Aha. Deməli, sözün kökü məlum sifətidir. Sözünüz məlumatsız sifətindən yaranır. Kökü də sifətdir, yarandığı nitq hissəsi də sifətdir. Mən bunu 2, 4-ə yazaram. F variantı, yanlış sözü ilə sinonim olmayan bu söz, yalanla yanlış sinonim deyil, ola bilər. Çünki yalan isimdir, yanlış sifətdir. Həqiqət sözü ilə antonim olan isimdir. Bəli, yalan sözü ilə həqiqət sözü antonim isimlərdir. F variantı məhz 3-ə gedəcək. C variantı müstəqil şəkildə cümlə üzvün ifadə vasitəsi deyil. Məlumatsızlıq sözüdür bu. Çünki yalan sözü müstəqil mübtədadır. Kökü və başlanğıc forması qrammatik mənaca eynidir. Məlumatsızlıq sözünün kökü məlum sifətidir. Başlanğıc forması isə məlumatsızlıq ismidir. Yəni eyni deyil. Ona görə bunu da silirəm, səhv olur. Deməli, 1-ə yazdım A, 2-yə yazdım B, 3-ə yazdım F, 4-ə yazdım E. Deməli, 1-ə A, 2-yə B, 3-ə F, 4-ə də E. D variantı, cavab D variantı çıxdı. 61-ci sualda müxtəlif cümlələrdə yer alan mürəkkəb isimlər üçün hansı fikir istənilən halda doğrudur, ortaqdır? Yəni, mürəkkəb isimlərə aid olan fikir axtarır. Həmişə doğru olsun. Deməli, defslə yazılmayıb. Niyə yazıla bilər? Defslə yazılan mürəkkəb isim var da. Səhvdir. Əşya adı bildirib suala cavab verir. Bəli, bu 100%-dir. Çünki isim əşyanın adını bildirir və isim əsas nitq hissəsi olduğu üçün suala cavab verir.
Cavab B variantı olacaq. İzafət tərkib formasında deyil, ola bilər. İkinci tərəfi feili sifət olan mürəkkəb isim deyil, bu da ola bilər. Niyə olmasın? Tərəflərindən heç biri mənsubiyyət şəkilçisi qəbul etməyib, bu da ola bilər. Niyə qəbul etməsin? Cavabımız B variantıdır. 62-ci sualda deyir ki, cümlədə üzərində rəqəm qoyulan hansı isimləri ən azı 2 sual işarəsinin yerinə yazmaq olar? İsimləri sözləri deməli götürürük, aşağıdakı fikirlər üzrə tək-tək yoxlayırıq. Yoxlayaq. Deməli, bir düşmən baskına hazırlaşarkən pusqu qurmuşduq və bölük düşməni düzlükdə qarşılayacaqdı. Deməli, birinci sözümüz baskına sözüdür. Onu götürək, yoxlayaq. Baskına söz düzəltmədir, deyilmi? Deməli, quruluş da düzəltmə olan bu isim feildən yaranmışdır və adlıq haldadır, uyğun deyil. Niyə? Çünki adlıq halda deyil, yönlük haldadır. Adlıq halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Bəli, bu uyğun gəlir. Adlıq halda deyil, mənsubiyyət şəkilçisi qəbul etməyibdir. Müstəqil cümlə üzvü olan bu ismin kökü amonim sözdür. Müstəqil cümlə üzvü deyil baskına sözü. Çünki baskına hazırlaşarkən feili bağlamanın tərkibindədir. Buna da minus qoyduq. Dördüncü, sonuncu fikir deyir ki, tərkibində həm leksik, həm də qrammatik şəkilçi olan bu isim yerlik halda deyil. Tərkibində leksik və qrammatik şəkilçi var və yerlik yox, yönlük haldadır. Bəli, bu da doğrudur. İki dənə fikir uyğun gəldimi? Gəldi. Deməli, mən biri götürdüm. Bir dənəsi birdir. Zaten biri götürəndən sonra digər variantlar ixtisara gedir. İki dənəsi qalır. Sırf onların üzərindən işləyirəm. Üçə baxaq. Üçdə bölük sözüdür. Deyir ki, bölük düşməni düzlükdə qarşılayacaqdır. Bölük düzəltmədir, adlıq haldadır, feildən düzəlibdir. Deməli, quruluş düzəltmə olan bu isim feildən yaranmışdır və adlıq haldadır. Bəli, feildən yaranmışdır və adlıq haldadır, uyğun gəlir. Adlıq halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyibdir. Adlıq halda olmayan bu isim. Halbuki bu adlıq haldadır. Ona görə minus. Müstəqil şəkildə cümlə üzvü olan bu ismin kökü amonim sözdür. Müstəqil şəkildə cümlə üzvüdürmü? Bəli, müstəqil şəkildə cümlə üzvüdür. Bu sözün kökü amonim sözdür. Böl sözü amonimdir. Bir var amonimdirmi? Bir var bölmək sözü, bölmək feili. İkincisi də yoxdur. Çünki böl sözü amonim deyil. Ona görə bu fikrə də minus qoyduq. Sonuncu fikrə baxaq. Tərkibində həm leksik, həm də qrammatik şəkilçi olan minus buna da qoyduq. Çünki sözün tərkibində yalnız leksik şəkilçi var. Cavab zaten bunu da siləndən sonra yerdə qaldı A variantı. 5-ə də baxaq dəqiqləşdirmək üçün. 5-də deyir ki, düzlükdə. Düzlükdə, deməli sözün kökü düz ismidir burada. Düz ismidir. Burada düzənlik mənasındadır. Quruluş da düzəltmə olan bu isim feildən yaranmışdır, səhvdir. Minus. Feildən yaranmayıbdır. Adlıq halda olmayan bu isim mənsubiyyət şəkilçisi qəbul etməyib. Bəli, adlıq halda deyil, yerlik haldadır. Mənsubiyyət şəkilçisi də qəbul etməyib. Bəli, doğrudur. Plus qoyduq. Sonra, müstəqil cümlə üzvü olan bu ismin kökü amonim sözdür. Müstəqil cümlə üzvüdür. Bəli, müstəqil zərflikdir. Kökü də düz sözü amonimdir. 5 hissəsi ola bilir. Buna da plus qoyduq. Axırıncı fikir, tərkibində həm leksik, həm də qrammatik şəkilçi olan bu isim yerlik halda deyil. Amma halbuki yerlik haldadır. Buna da minus. İki dənəsi uyğun gəldimi? Bəli, gəldi. Deməli, cavabımız doğrudan da A variantı olacaq. 63-cü sualda çıxışlıq halda olan isim haqqında doğru fikirləri istəyir. Tapaq. Deməli, birincisi, müstəqil şəkildə zərflik vəzifəsində çıxış edə bilər? Bəli, bilər. İkincisi, həm ismi, həm də feili xəbərlə əlaqələnə bilər? Bəli, mümkün haldır. Həm ismi, həm də feili xəbərlə əlaqələnə bilər. Doğrudur bu da. Xüsusən predikativ sözlər xəbər olanda əlaqələnə bilir. Üçüncüsü, deyir ki, ismi birləşmənin aslı tərəfi ola bilməz, ola bilər. Məsələn, hamıdan gözəl. İsmin 4 kateqoriyasına aid şəkilçilər ilə eyni anda işlənə bilər, bəli, işlənə bilər. İsmin 4 kateqoriyası cəm mənsubiyyət, hal və şəxs şəkilçisini nəzərdə tutur. Onların da hər biri burada işlənə bilər. Hal şəkilçisi zaten var, digərləri də hər biri işlənə bilər. Bəli, doğrudur. 5. Mübtədanın ifadə vasitəsinin tərkibində ola bilməz. Niyə ola bilməsin? Ola bilər. Hamıdan gözəl sənsən. Sənsən kim? Hamıdan gözəl. 1, 2, 4 cavab D variantı. 64-cü sualdadır ki, aşağıdakı şəkilçili isim olan cümlədə mütləq var. I şəkilçisi varsa təsirli hallı söz. Xeyr, mütləq yoxdur. Çünki I şəkilçisi mənsubiyyət şəkilçisi də ola bilər. I şəkilçisi leksik şəkilçisi də ola bilər. Yəni, müxtəlif cür düşürülə bilər. İkincisi, G. Kökü feil olan söz, məsələn, süpürgə,
isimdən söhbət gedir, düzdürmü? Süpürgədir, sonra bölgə, döngə, G şəkilçisi çünki feillərə qoşulur. Deməli, bu doğru ola bilər. Sonra in şəkilçisi yiyəlik hallı söz mütləq deyil, mənsubiyyət olar. Lak şəkilçisi sadə olmayan söz, bəli, çünki lak şəkilçisi leksik şəkilçisidir, bunu da götürək. Dan şəkilçisi çıxışlı hallı söz, çünki dan şəkilçisi fikir verirsə iki variantda qoymayıbdı bunu, təkcə dan qoyubdu. Təkcə dan qoyubsa bu leksik şəkilçisidir deməli. Çıxışlı haldan söhbət getmir. Bunu da sildik. Cavab 2, 4 A variantı. 65-ci sualda deyir ki, tərkibində toplu isim olan cümlədir. Qabağına da yanlış və doğru olmaqla. Həmçinin də uyğunsuzluğu istəyir. Ha, diqqət yetirin. Uyğunsuzluğu istəyir. Deməli, bir sağ gedəsən ulusuna, elinə. Misri qılınc bağladaram belinə. Qabağına yazıbdı yanlış. Yanlış. Burada ulus torpaq deməkdir. El, torpaq, yer, məkan mənasındadır. Yəni toplu isim yoxdur. Ona görə qabağına yanlış yazıb. Yəni yerindədir. Bunu götürmürəm. Mənə lazımdır ki, məsələn deyək ki, var amma yanlış yazsın, yoxdur amma doğru yazsın. Elə bir nüans axtarıram. Müxtəlif ölçülü bakteriyalar satışa çıxarılıbdır. Qabağına yazıbdır yanlış. Yəni yoxdur deməkdir. Doğrudan da yoxdur. Yerindədir bu da. Topçular alayı gəlir arxadan, fırlanır dolaşıq, təkər səsləri. Burada var, alay sözü var. Qabağına da doğru yazıbdır. Yerindədir. Öz bölüyündən hələ heç kəsin sorağını almaması tapdığı çox darıxdırırdı. Burada bölük sözü var. Bölük sözü var, toplu isimdir. Amma qabağına yazıb yanlış. Ona görə uyğunsuzluq D variantıdır. Cavabımız da olacaq D variantı. D variantında salxım sözü toplu deyil, ona görə bu da deyil. Cavab D variantı. 66-cı sualda deyir ki, tutaq ki, cümlədə 6 söz var və onların hər biri fərqli haldadır. Bu sözlərdən neçəsinin qoşma ilə işlənə bilməyəcəyini əminliklə demək olar. İsmin hallarının qoşma ilə işlənib işlənməyəcəyini müəyyən edirik. Təsirli hallar yerlik hal qoşma ilə işlənmir. Ona görə cavab D variantıdır. Yəni təsirliklə yerlik. Hər biri özdə fikir verirsə deyir ki, hər biri fərqli haldadır. Daha fərqli hal deyir. Yəni eyni hal düşünmürsünüz avtomatik. Sonra 67-ci sualda hansı sözlər isim və başqa nitq hissəsi kimi düşünülə bilər? İsim və başqa nitq hissəsi. Büllur ancaq isimdir, bürünc ancaq isimdir, coşqun insan adı və sifət ola bilər, götür. Badımcanı sifət ola bilər, rəng bildirən, bir də ki, təsirli halda olan isim ola bilər. Kərpici rəng bildirən sifət ola bilər, həmçinin də təsirli halda olan isim ola bilər. 3, 4, 5 A variantı. 68-ci sualda deyir ki, nümunənin təhlil bağlı uyğun fikirləri müəyyən edin. Sən könül nəğməsisən, Şuşam, baş tacı. Səndə yuyulacaq hər ağrım, qəmim. Suyunu buz kimi sərin tut, bacım, ağlama, ağlama, İsa bulağı. Doğru və yanlışları müəyyən eləyirik. Deməli, birinci fikir 3 misrada, yox, ilk misrada 2 yiyəlik hallı, 3 adlı hallı isim var. İlk misrada 2 yiyəlik hallı, sənin könül yiyəlik haldadır, baş yiyəlik haldadır. Deməli, 2 dənə yiyəlik halda olan isim var, 3 də adlı hallı. Nəğməsisən 1, Şuşam 2, Tacıda 3. Birinci fikir doğrudur həqiqətən də. Nümunədə 2 yiyəlik, 3 adlı hallı isim var. İkinci fikir deyir ki, mürəkkəb adın tərkibində adlı halda olan söz yoxdur. Mürəkkəb adın tərkibi isə İsa bulağı, buradakı bulağı sözü adlı haldadır. Səhvdir, işini sildik. Daha sonra üçüncü fikir. Yanlışın altının yanlış axtarırıq. İkinci misradakı amonimlik xüsusiyyətinə malik olan isim məcazi mənada işlənə bilməz. İkinci misradakı amonimlik xüsusiyyətinə sahib olacaq isim, deməli, səndə yuyulacaq hər ağrı, ağrı sözüdür. Ağrı sözü amonim sözdür. Məcazi mənada işlənə bilməz, səhvdir işlənə bilər. Niyə işlənməsin? İşlənə bilər. Bu səhvdir, qabağına da, üstünə də səhv olduğu üçün məhz bunu da götürürəm. Dördüncüsü, nümunədəki bütün mənsubiyyət şəkilçili isimlərin aid olduğu şəxs dəqiq deyil. Baxaq, Şuşam, mənim Şuşam. Axı, şəxs dəqiqdir burada. Səhvdir, səhvin altındadır. 1, 3, 4, cavab C variantı. 69-cu sualda havalandırma. Verilən fikir əsasında tamamlayın. Vurğu sözün son hecasındadır. Yəni, mən bunu yalnız isim olaraq düşünürəm. Sözün kökü hava, havalan, havalandırma. Yəni, sözün tərkibində ancaq leksik şəkilçilər var və sözün vurğusu da sonuncu hecadadır. Bunu inkar şəkilçisi olaraq düşünməyin. Vurğusunu qoyub çünki. Bu söz isimdir.
Aha, indi baxaq fikirlərə görə elə cavabımız nə olacaq? A variantı sözdə neçə leksik şəkilçisi olduğunu əminliklə demək olmur. Səhvdir deyə bilərəm. B variantı. Söz həm isim, həm də sifət kimi düşünülə bilər, xeyr düşünülə bilmir. Havalandırma burada verilən nümunə yalnız isimdir. Ümumiyyətlə sifət də olmur. Feil ola bilər, isim ola bilər. Bu da ancaq isimdir. Sözün kökü və özü isim, düzəldiyi nitq hissəsi isə tərkibində iki leksik şəkilçisi olan feildir. Sözün kökü hava ismidir. Sözün kökü özü başlanğıc sonrası havalandırma ismidir. Nədən düzəlibdir? Havalandır feilindən. Düzdür? Neçə leksik şəkilçisi var feilin tərkibində? İki dənə. Deməli, cavabımız məhz C variantı olacaq. Daha sonra 70-ci sual deyir ki, isimlərlə bağlı uyğunluğu müəyyən edin. Yalnız adlıq halda düşünülə bilər. Həm adlıq, həm də təsirlik halda düşünülə bilər. Aha, baxaq sözlərə. Deməli, birincisi, qarna sözü milli mənşəli sözdür. Ancaq mənsubiyyət şəkilçisi qəbul edəndə sahibini itirir. Deməli, buradakı ı mənsubiyyətdir. Yəni, bu söz adlıq haldadır. İkincisi, ağılı sözü. Ağıl sözü əslində alınmadı, amma millilər kimi dəyişir. Yəni, burada da düşmə olduğu üçün 100% mənsubiyyətdir və söz adlıq haldadır. 3. İsim alınma mənşəli sözdür. Yəni, millilər kimi dəyişməyən sözdür. Mənsubiyyət də halda qəbul ediləndə düşmə olur. Yəni, bunun halını dəqiq deyə bilmirəm. Təsirli də ola bilər, adlıq da ola bilər, mənsubiyyət şəkilçili adlıq. Sonra deyir, həm adlıq, həm də təsirli halda düşünülə bilər. Fəsli sözü bəli ola bilər. Çünki fəsil alınma mənşəli sözdür və həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edəni saitin itirir. Ona görə 4-də götürürəm 5. Sin milli mənşəli sözdür. Bu 100% mənsubiyyət qəbul edib deyə düşmə var. Yəni adlıq haldadır. Bunu sildim. Cavab olacaq 1, 2, 4, yəni B variantı. 71-ci sualda deyir ki, nümunədə yəlik hallı isim var, nümunədə təsirlik hallı söz yoxdur. Və bizdən deyir ki, yalnız birinə yazılacaq nümunəni seçin. Belə suallarda çox sadə bir qaydamız var. Cavabı tapmaq istəyirsənsə, ya hər ikisinə aid nümunə tapmalısan. Verilən nümunədə hər ikisi olmalıdır, ya da hər ikisi olmamalıdır ki, sənin cavabın olsun. Bax, nümunədə yəlik hallı isim var, nümunədə təsirlik hallı söz yoxdur. Sənin cavabın necə olmalıdır? Ya həm yəlik, həm də təsirlik hal olmalıdır nümunədə, ya da həm yəlik, həm də təsirlik hal olmamalıdır ki, cavabın ola bilsin. Göydən yerə endi günəş, toy şamına döndü günəş. Burada təsirli hal var, xeyr yoxdur. Burada bircə dəqiqə. Göydən yerə endi günəş, toy şamına. Amma yiyəlik hal var, düzdür? Amma bizə lazımdır. Hər ikisi ya olsun, ya da hər ikisi olmasın. Ona görə cavab A ola bilməz. B variantı, səhərə yaxın Ərdəbilə girdilər, amma heç kimin gözünə görünmədilər. Deməli, isimləri axtarırıq. Yiyəlik halda isim varmı? Səhərə yaxın Ərdəbilə girdilər, amma heç kimin isim deyil. Yiyəlik halda olan isim yoxdur. Səhərə yaxın Ərdəbilə girdilər, amma heç kimin gözünə görünmədilər. Təsirli halda yoxdur. Yəni yiyəlik də yoxdur, təsirli halda yoxdur. Cavabımız məhz B variantıdır. Yiyəlik hallı isim var, xeyr yoxdur, minus. Təsirli halda söz yoxdur, bəli yoxdur, plus. Bax, birinə uyğun oldu, birinə uyğun olmadı. Cavab B variantı. 72-ci sual. Deyir ki, cümlələri müqayisə edərək ortaq və fərqli cəhətləri müəyyən edin. Cümlələri oxuyaq. Deməli, fərziyyələrin doğru olmadı, sənin fərziyyələrin. Amma yoldaş Əlizadə, cəmiyyətə sənin kimi insanlar gərəklidir. Hökümdarın, bu birinci cümlə, buradan bir ayıraq. İkinci cümlə deyir, hökümdarın əmri ilə qızcığaz zindana salınmış, Şirvani də onu müdafiə etdiyi üçün Türkmənistana sürgün edilmişdi. Deməli, ortaq cəhətdir. Deyir, nümunədə ümumilikdə 4 düzəltmə isim var. Birincisində fərziyyə düzəltmədir. Sonra yoldaş düzəltmədir, Əlizadə düzəltmədir, cəmiyyət düzəltmədir, bəli 4 dənə düzəltmə isim var. İkinci nümunədə hökümdar düzəltmədir, qızcığaz düzəltmədir, Şirvani düzəltmədir, Türkmənistan düzəltmədir. Deməli, burada 4-dür, ortaq cəhətdir. Cümlədəki isimlərdən 3-ü müstəqil cümlə üzvüdür. Birinci nümunədə fərziyyələri müstəqildir. Yoldaş Əlizadə ikisi də müstəqil cümlə üzvü deyil, çünki ikisi də xitabdır. Yəni, bu ortaq kimi verilə bilməz artıq. Bunu atdıq qırağa. Daha sonra fərqli cəhətlər. Biz elə atmadıq qırağa. Niyə atmırıq? Fərziyyələri, sənin fərziyyələrin, cəmiyyətə, sənin kimi insanlar, burada 3 müstəqildir. Burada fərziyyələri müstəqildir, cəmiyyətə müstəqildir.
insanlar müstəqildir. Hə, burada 3 dənəsi müstəqil. Doğrudur. İkinci nümunədə hökmdarın əmri ilə hökmdar əmri müstəqil deyil. Qızcığaz müstəqildir. Zindana müstəqildir. Şirvani onu müdafiə etdiyi üçün Şirvani müstəqildir. Türkmənistana müstəqildir. Burada 4 dənəsi müstəqildir. Ona görə ortaq deyil. Hə, atdıq qırağa. Fərqli cəhətlər. Xəbərin predikativ sözlə ifadə olunan cümlədə xitabın daxilində düzəltmə sözlərə yer verilibdir. Bax, birinci cümlədə xəbər gərəklidir sözü. Predikativ söz deyil. Gərək predikativ sözdür. Gərəkli sifətdir. İkinci nümunədə sürgün edilmişdir. Bu heç birinə aid deyil bu fikir. Ona görə üstündən xətt çəkirəm. Fərqli cəhət odur ki, birinə aid olsun, birinə aid olmasın. Daha sonra 4. Yəlik hallı sözlə başlayan cümlədə əzizləmə bildirən şəkilçi ilə düzələn isim var. Birincisini nəzərdə tutur, yoxsa ikincisini? Baxaq görək. Yəlik hallı sözlə başlayan cümlədə birinci cümlə yəlik yox, mənsubiyyət şəkilçisi sözlə başlayır. Sənin fərziyyələrin. İkinci cümlə, yəni bu bir fikir birincisinə aid deyil. İkincisinə aid olmalıdır ki, mən bunu doğru götürə bilim. Hökmdarın əmri ilə, hökmdarın yəlik halda olan sözdür, bəli, doğrudur. Qızcığazda əzizləmə bildirən isimdir, bəli, doğrudur. Yəni, bu fikri götürürəm. Birinə aiddir, birinə aid deyil. 1-4 cavab olmalıdır. E variantı. 73-cü sualda deyir ki, hansı fikirlərin doğru olduğunu müəyyən edin. Dəqiqliklə doğru fikirləri seçməliyəm. Deməli, birinci fikir, saitlə bitən sözlər mənsubiyyət şəkilçisi qəbul etsə, tərkibində s bitişdirici samitdən istifadə oluna bilməz yəqin yazıbdır. Bilər də yazsa, bilməz yazıb yəqin. Mıya oxşuyur. Mıya oxşuyursa bu səhvdir. Saxlayaq ehtiyata. Bəlkə doğru, bəlkə fərqli bir şey yazıblar, amma mıya oxşuyur. Bilməz yazıblarsa səhvdir. İkincisi, təsirli halda olan söz müstəqil şəkildə xəbər vəzifəsində işlənə bilmir. Təsirli halda olan söz müstəqil şəkildə xəbər ola bilmir. Bəli, bu doğrudur. Qeyri-müəyyən təsirli halda sözlər qrammatik şəkilci qəbul etmir. Məsələn, deyirəm, sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər getirmiş. Nizamiləri, füzuliləri getirmiş deməkdir. Yəni, qrammatik şəkilci ola bilər. Sırf təsirli hal şəkilçisi olmur da orada. Üzr istəyirəm, yiyəlik haldan söhbət gedirmiş. Amma yiyəlik halda eyni qaydada. Yiyəlik halda da yəni, qrammatik şəkilçi ola bilər. Səhvdir bu. Daha sonra 4. Mürəkkəb isimlər ayrı yazıla bilməz. Bəli, bu doğrudur. 100%-dir. Yiyəlik halda olan söz təsriflənməyən feillə sintaktik əlaqəyə girə bilməz. Yiyəlik halda olan söz təsriflənməyən feillə sintaktik əlaqəyə girə bilər. Təsriflənən feillə sintaktik əlaqəyə girə bilməz. Bu da səhvdir. 2-4 olmalıdır cavabımız. 2-4. 1-2-4 olmadığı üçün 100% ilə burada bilməz yazmışmış. 2-4 C variantı. Daha sonra quru üstə düzəltmə olan isimlərin sayını müəyyən edin. Eləyək, kəndli bu 1, məktəbli bu 2, başqa da qorxaq sifətdir, qırıcı sifətdir, nəğməkar sifətdir, azarkeş, azar sözündən azarkeş yaranmaz məncə. Azar sözündən azarkeş yaranırmı? Azar xəstəlik. Azar dərd deməkdir. Azarkeş futbol azarkeşi. Futbolun azarkeşi, futbolun dərdini, komandanın dərdini çəkən. Düşünülə bilər əslində. Düşünülə bilər burada. Düzəltmə düşünülə bilər. 3 dənəsini götürərlər burada. 3 dənəsini düzəltmə götürərlər. 75-ci sualda deməli, verilən cümlələrin müqayisəsi ilə bağlı hansı fikirlər Eyler-Venn diaqramının heç bir xanasına yazıla bilməz? Yəni, verilən cümlələrin heç birinə aid olmayan fikri istəyir bizdən. Heç birinə aid olmayan fikri. Deməli, birinci fikir, cümlələri oxuyaq birinci. Qazanın qapağının tıxacını çıxarıb cibinə qoydu. O daim ədəbiyyat fənnindən yaxşı qiymət alar, bilik və bacarığı ilə digər şagirdlərə örnək hesab olunardı. Cümlədəki isimlərin ikisi qurulu isə düzəltmədir. Qapaq düzəltmədir, tıxac düzəltmədir. Buna aiddir. Getdi. Düzəltmə isimlərin ikisi eyni şəkilçi ilə feildən yaranıbdır. Qapamaqdan qapaq, tıxac yox, bu da eyni deyil. O daim ədəbiyyat fənnindən yaxşı qiymət alar, bilik, bilməkdən bilik, bacarmaqdan bacarıq. Buna aiddir. Çünki eyni içlə yaranıb ikisi də. Üçüncüsü, nümunədə ismin yalnız 4 fərqli halına aid isimlər var. Adlıq halda olan isim işlənməyibdir. Birinci nümunədə adlıq hal yoxdur. İsmin qazanın, qapağının, tıxacını, cibinə. İsmin 4 fərqli halı yoxdur burada. İsmin 4 fərqli halı yoxdur. Qazanın yiyəlikdir, tıxacının yiyəlikdir. Düzdürmü? Yəni, 3 fərqli halı var. Buna aid deyil. Sonra ikinci cümlə. O daim ədəbiyyat fənnindən
yaxşı qiymət alar. Bilik və bacarığı ilə bilik və bacarıq sözü adlıq haldadır. Amma burada deyir ki, adlıq halda olan isim yoxdur. Ona görə bu heç bir cümləyə aid deyil. 3-ü seçirəm. 4. İlk isim söz birləşməsində aslı tərəf olsa da, ilk isim qazanın qapağı burada qazan sözü aslı tərəfdir. Ədəbiyyat fənnindən ədəbiyyat aslı tərəfdir. Aha, sonuncu isim söz birləşməsi tərkibində deyil, sonuncu isim qiymət söz birləşməsinin tərkibində deyil. Yəni ən azı birinci cümləyə aiddir, düzdürmü? Deməli bunu sildim. Mənə lazımdır heç birinə aid olmasın. Sonra 5-ci fiil ilk isim quruluşca sadə olsa da bu birinci cümləyə aiddir, amma ikinci cümləyə aid deyil. Artıq ikinci cümləyə aid deyil hələ ki. Birinci cümləni gedirəm. Çünki ikinci cümlədə ilk isim ədəbiyyat sözüdür, düzəltmədir. Birinci cümləyə hələ ki aiddir, qazan sözü sadədir. Sadə olsa da sonuncu isim quruluşca düzəltmədir. Sonuncu isim quruluşca düzəltmə deyil, qiymət də sadədir. Ona görə bu da heç birinə aid deyil. 3-5 cavab oldu E variantı. 76-cı sualda deyir ki, isimlərin ardıcılıqla hansı hallarda olduğunu müəyyən edin. Eləyək. Deməli, əllərin, sənin əllərin deməkdir, adlıq haldadır. Sonra nə yaman soyuqdur gülüm, bu da adlıq haldadır. Əllərin elə bil qar çiçəyidir. Əllərin adlıq haldadır. Qar yiyəlik haldadır. Çiçəyidir adlıq haldadır. Ay aman, əlində dondu ki əlim. Əlində yerlik haldadır. Mənim əlim adlıq haldadır. Əllərin əlimin sərt əlcəyidir. Əllərin, sənin əllərin adlıq haldadır. Əlimin yiyəlik haldadır. Sərt heç sifətli əlcəyidir. Yenə də adlı haldadır. Nə qədər adlı hal var? Deməli 1 2 3 adlı haldadır. 1 2 3 adlı haldadır. Bu getdi. Bu hələ ki uyğundur. Bu da uyğundur. Bu da getdi. Sonra dördüncüsü yiyəlik haldı. Dördüncüsü yiyəlik haldı. Beşincisi yenə adlıqdır. Altıncısı yerlikdir. Yiyəlikdir. Adlıqdır, yerlikdir. B uyğun gəlir hələ ki. C də uyğun gəlir. D də uyğun gəlir. Ay maşallah. Sonra çiçəkdir adlıq. Əlində yerlik, adlıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə isim var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada 10 dənədir. Burada da 10 dənədir. Burada 10 dənə deyil deyəsən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hamısı 10 dənədir. Gözlə. Bax, birincisi adlıq halda. Yiyəlikləri seçək də. Dördüncüsü yiyəlikdir. 5, altıncısı yerlikdir. Dördüncüsü yiyəlikdir. Dördüncüsü yiyəlikdir. Altıncısı yerlikdir. Sonra adlıq. Sonra adlıq düzdür. Yenə adlıq olmalıdır. Yenə adlıq olmalıdır. Hə, adlıq olmalıdır, amma burada yiyəlik yazılıb deyə getdi. Yerlikdən sonra adlıq düzdür. Yerlikdən sonra adlıq düzdür, amma yenə də adlıq olmalıdır. Burada da yiyəlik yazılıbdır. Bu da getdi. Yerlik, adlıq, adlıq həmsi D variantı. Bunun variantını tapmaq daha çətin imiş. Deməli, 77-ci sualdır ki, hansı fikirlər doğrudur? Doğru fikirləri axtarırıq. Deməli, birincisi, Nizami poeziyası birləşməsində aslı tərəf nə sualına cavab verir? Bəli, çünki qeyri-müəyyən yiyəlik haldadır. Maşınımız sözündəki şəkilçi əşyanın çoxluğunu bildirir, yəni cəm şəkilçisidir demək istəyir. Xeyr, mənsubiyyət şəkilçisidir. Meşə və ilxı sözləri toplu isim hesab edilmir. İlxı sözü toplu isimdir, səhvdir. Müəllimin özü birləşməsində yiyəlik hallı söz sahiblik mənası bildirmir. Bəli, özü sözü sahiblik məzmunu bildirmir. Yəni mənsubluq xüsusiyyəti bildirmir də. Mənsubiyyət şəkilçisi olsa da müəllimin özü. Yəni mənim özüm, mən hər hansı bir əşyadan söhbət getmir ki, ona sahiblik bildirim. Ona görə 4 doğrudur. Əgər yiyəlik hallı söz xəbər vəzifəsində çıxış edibsə, deməli mütləq xəbərli şəkilçisi qəbul edib səhvdir bu da. Məsələn deyirəm ki, kitab sənin, dəftər onundur. Sənin sözdə xəbərdə, amma şəxs şəkilçisi qəbul etməyibdir. Cavab olacaq 1 4 A variantı. Daha sonra 78-ci sualda deyir ki, cümləni necə tamamlasaq doğru fikir alınmaz. Rusca düzəltmə olan İsmin kökü sıra sayı ola bilməz. Bəli, ola bilməz. Çünki sıra sayı kök olmur heç. Bax, sıra sayı sadə ola bilmir ki, onun kök olsun. Demək, bu doğrudur. Əlamət bildirən sifət ola bilər. Niyə də olmasın? Məsələn, qırmızılıq. Bəli, ola bilər.
Daha sonra C variantı işarə əvəzliyi ola bilər. Məsələn, o, bu, elə belə, həmin, eləlik, beləlik var bu sözlər. Yəni işarə əvəzliyi ola bilər. Kök təxmini miqdar sayı olar, xeyr, ola bilməz. Cavab D variantı. Çünki təxmini miqdar sayı məsələn 5, 6 sözü, düzdür? 5, 6 sözü mürəkkəb saydır. Yəni təxmini sayılar həmişə mürəkkəb olur. Ona görə düzəltmə sözün kökü ola bilməz. Məkan məzmununu bildirən zərf ola bilər. Bəli, aşağılıq, irəli ola bilər. Yaxud da ki, buralıq ola bilər. Cavab D variantı. Daha sonra 79-cu sualda yönlü hallı isimlər haqqında cədvəldəki səhvi müəyyən eləyin, eləyək. A variantı qoşma ilə işlənərkən təyin rolunda çıxış edə bilər, bəli, edə bilər, doğrudur. Məsələn, deyirəm ki, məsələyə aid fikirlər, hansı fikirlər? Doğrudur, getdi. Fiili xəbərlə əlaqələnsə də ismi xəbərlə əlaqələnmir. Məsələn, mənim sənə sözüm var. Yaxud da ki, mənim nəsibə sözüm var. Nəsibə sözüm var. Sözüm nəsibədir. Yəni burada nəsibə sözüm var. Nəsibə sözü tamamlıqdır və ismi xəbərlə əlaqələnibdir. Yanlışdır. Yanlış yazıb. Bu halda olan ismin tərkibində s bitişdirici samiti ola bilər. Məsələn, s bitişdirici yönlü halda olan sözə atasına, məsələn. Atasına demir ki, yönlük halla onun aid olduğu söz arasında olsun. Deyir, ümumiyyətlə sözün tərkibində bax, bitişdirici samit var. Doğrudur. Qabağına doğru yazıbdır. Getdi. Bu halda olan söz istənilən halda istiqamət yönəlmə bildirir, yanlışdır. Məsələn, deyəm ki, kitabı 10 manata almışam. Burada yönlü istiqamət bildirmir. Getdi bu da. Tamamlıq zərfli və xəbər vəzifəsində çıxış edə bilər. Bəli, bilər. Doğrudur. Yönlük hal tamamlıq olur. Zərfliyəli xəbər. Ümumiyyətlə, mekani qrammatikalılar tamamlıq, yönlük yerlik çıxışlıq, tamamlıq, zərfli və xəbər rolunda olurlar. Bu fikir doğrudur. Yanlış yazdığı üçün uyğunsuzluq məhz E variantında olacaq. 80-ci sualda deyir ki, müəllimin şagirdlərə tapşırır ki, mənsubiyyə şəkilçili isimlərin təsirli halda işləndiyi cümlələr qursunlar. Şagirdlər hansı cümlələri qursalar, tapşırığı düzgün yerinə yetirmiş olarlar. Yəni deyir ki, hansı cümlədə isim həm təsirli, həm də mənsubiyyə şəkilçisi qəbul edilibdir. Bunu soruşur sadəcə bizdən. Baxaq bizdə. Deməli, Zahidin ağlına gəldi ki, mənliyi və şərəfi ayaq altına alınmamış buradan qaçmalıdır. Burada təsirli hal ümumiyyətlə yoxdur. Hər dəfə qəlbini qıran sözlərə eyni təmkinlə və səbirlə cavab verirdi. Bax, bunu götürməyin. Çaşabırsınız, burada qəlbini sözünə görə götürərsiniz. Qəlbini qırmaq bir yerdə frazeoloji birləşmədir. Burada qəlbini sözün tək isim götürməyin, qətiyyən, çaşmayın. Amma hələlik onun etimadını götürün bunu. Etimadı, mənsubiyyət, n-da təsirli. Yaralılarımızı, yaralılar sifət daha bunu götürməyin. Bunu atın qırağa. Qadir düz 2 saat idi ki, kitab mağazası axtarırdı. Bunu götürün. Çünki kitab mağazasını deməkdir. Bu mağazası mənsubiyyət şəkilçisi. Bu da qeyri-müəyyən təsirli halda 3-5-i götürün. Cavab olsun A variantı. 81-ci sualda deyir ki, hansı cümlələrdə hansı halda olduğu dəqiq müəyyən edilə bilməyən isim var. Yəni ismin halı dəqiq deyil. Bu qədər sadə. İsmin halı dəqiq deyil. Baxaq elə. Birincisi, artıq bir neçə saatdır ki, sərnişin gözləyir, biri götür. Bax, burada sərnişin adlı hal ola bilər, təsirli hal ola bilər. Artıq bir neçə saatdır ki, o sərnişin gözləyir, yəni sərnişini gözləyir. Kim o? Bir də ola bilər ki, sərnişin kimisə gözləyir. Adlı halda da düşünülə bilər. Ona görə biri götür. İkincisində deyir ki, doktor köməkçisi ilə söhbət edərkən baş həkim içəri daxil oldu. Bax, burada doktor sözünə görə götürün. Doktor ola bilər adlı halda olsun. Doktor öz köməkçisi ilə söhbət edərkən baş həkim gəldi. Bir də var, o doktor köməkçisi, yəni doktorun köməkçisi ilə, yəni qeyri-müəyyən yiyəlik də ola bilər. Bunu götürün. Dövlət himni müəyyən tədbirlərdə səsləndirilir. Dövlət yiyəlik haldadır, himni adlı haldadır, tədbirlərdə yerlik haldadır. Bu dəqiqdir. İt sümüyü tapıb gətirib 4-də götürün. İt sümüyü tapıb gətirib. Bir də it sümüyünü tapıb gətiribdir. Yəni iki cür düşün, itin sümüyünü mənasında iki cür düşünülə bilər bu da. Bunu da götürün. Sonra 5. Mərdan paltar dükanından köynək də almışdı. Mərdan adlı halda paltar qeyri-müəyyən yiyəlik, dükanından çıxışlıq, köynək də təsirli halda bu da getdi. 1, 2, 4 cavab olmalıdır E variantı. 82-ci sualda deyir ki, toplantı iştirakçıları tədbirin sonunda el ağsaqqalı Mərdan kişinin də təkliflərini dinlədilər. Onun sözlərini dəyərləndirdilər cümləsində yiyəlik halda olan neçə isim var. Yiyəlik halda olan isimləri axtarırıq. Toplantı yiyəlik haldadır. 1. İştirakçıları tədbirin 2 sonunda el ağsaqqalı, elin
Oldu 3. Mərdan kişinin 4 təkliflərini dinlədilər. Bizdən isimləri istəyir, düzdür? İsim istəyir. Dinlədilər. Onun sözlərini, onun yiyəlik haldadır, amma isim deyil, sözlərini dəyərləndirdilər. 1, 2, 3, 4 dənə yiyəlik halda olan isim tapdım. Cavab B variantı. 83-cü sualda iki dənə cümlə verildi və deyir ki, cümlələr haqqında doğru fikri müəyyən edin. Birinci cümlə deyir, bu baxışdakı mənanı səhv oxuya bilməzdim. İkinci cümlə, buludların arasında mavi göylərdə ulduzlar görünürdü. Deməli, birincisi, cümlədəki sözlərdən ikisi isimdir, biri isə isimdən düzəlibdir. Cümlədəki sözlərdən baxışdakı sözü, yox, baxışdakı sifətdir. Məna isimdir. Bu baxışdakı mənanı səhv oxuya bilməzdim. Başqası da yoxdur. A variantına aid deyil bu. Burada bir dənə məna ismi var. Başqa da yoxdur. Bir getdi. İkinci fikir. Təsirlik halda olan ismi izah edən söz təyinin ifadə vasitəsidir. Bax, mənanı təsirli halda olan sözdür. Onu izah edən söz də baxışdakı sözüdür. Təyindirmi? Bəli, təyinin ifadə vasitəsidir. Ona görə 2-ni götürdüm. Üçüncüsü, isimlərdən ikisi amonimdir. Üçü isə cəm şəkilçisi ilə işlənibdir. İkisi amonimdir. Üçü bunu B-yə aid eləyib. Buludların arasında mavi göylərdə ulduzlar görünürdü. 1, 2, 3, 4. Cəmi 4 dənə isim var burada, düzdürmü? Cəmi 4 dənə isim var. Amma burada belə çıxır ki, 2, 3. Gözlə. İsimlərin ikisi amonimdir. Bulud amonimdir, ara amonimdir, göy amonimdir. İkisi yox, 3 amonimdir. Getdim. 4. Yerlik halda olan isimlərdən biri zərflik rolundadır. Yerlik halda olan isimlərdən biri göylərdə sözü zərflikdir. Arasında sözü zərflik deyil, buludların arasında ifadəsidir zərflik olan. Ona görə bir dənəsi aiddir. Bu 4-ü götürürəm. 5. Qeyri-müəyyən yerlik hala aid nümunə işlənməsə də baxaq görək varmı? Birinci cümlədə qeyri-müəyyən hal yoxdur. İkinci cümlədə qeyri-müəyyən hal yoxdur. Adlı halda aid nümunə mövcuddur. Adlı hala aid nümunə ikincisində var, amma birincisində yoxdur. Ona görə ortaq deyil. Bitişdirici samitlə işlənən ismin amonimi yoxdur. Bitişdirici samitlə işlənən isim. Mənanı sözündə məna sözü amonim deyil, doğrudur. Başqa? Buludların arasında ara ismi. Amma amonimdir axı bu. İsmin amonimi yoxdur. Bitişdirici samitlə işlənən ismin amonimi yoxdur. Birincisinə aiddir, tamam, bir şey demirik. Birincisinə aiddir. Bəs ikincisində buludların arasında mavi göylərdə ulduzlar. Burada bir dənə arasında sözü bitişdirici samitlə işlənən isimdir. Onun tərkibində s bitişdiricisi var. Ara sözü də amonimdir. Burada 2 ilə 4 uyğun versiyadır. Çox güman ki 2, 4, 6-nı götürüblər. Çünki 2, 4-ün olduğu variant bir dənə oldu. Amma 6-da uyğunsuzluq var. 6-da uyğunsuzluq var. 84-cü sualdır ki, nümunənin təhlilinə aid olan fikri müəyyən edin. Təhlilinə aid olan fikri. Yerdəki hər soyuq daş parçasından daş yiyəlik haldadır. Bir saray yaradır, təsirli haldadır saray sözü, sənətkar insan. Deyir ki, ikinci misrada təyin ifadə vasitəsi olan sifət adlıq halda olan ismi izah edir. İkinci misrada təyin ifadə vasitəsi olan sifət. Bir saray yaradır, sənətkar insan. Sənətkar sözüdür. Burası sənətkar sözü təyindir. Adlıq halda olan ismi izah edir. Bir saray yaradır, sənətkar insan. Sənətkar sözü doğrudur, təyindir və insan sözünə aiddir. Təyin sifət, amma sifət deyir, üzr istəyirəm, sifət deyir. Bu sifət, sənətkar sözü sifət deyil, axı isimdir. At bunu qırağa. Birinci misradakı isimlər fərqli hallardadır, hər ikisi amonimdir. Birinci misrada deməli, daşdır isim, bir də parçasından ismidir. Hər ikisi amonimdir, bəli, hər ikisi amonimdir. Biri yiyəlik, biri də çıxışlıq haldadır. B variantı bizim cavabımızdır. 85-ci sualda çoxu alıcılıqdan və soyuqdan ölür, xəstəliklə mübarizə apara bilmirdi cümləsindəki təhlilinə aid olan fikri müəyyən eləyin. Eləyə görə elə cavabımız nədir? Deməli, birincisi, kökü feillə amonim olan ismin zərfliyin ifadə vasitəsidir. Kökü feillə amonim olan isim zərfliyin ifadə vasitəsidir. Bir dəqiqə. Çoxu aclıqdan və soyuqdan ölürdü. Kökü aclıqdan ölürdü. Nə üçün ölürdü? Aclıq ismindən söhbət gedir burada. Aclıq isminin sözün kökü. Çünki səbəb zərfliyidir bu. Sözün kökü ac sifətidir. Ac sifətidir. Və ac sifət də acmaq feili ilə amonimdir. Doğrudur bir. 2. Mübtədanın ifadə vasitəsi mənsubiyyə şəkilçisi qəbul edən isimdir.
İsim yox, saydır. Səhvdir. Quruluşca düzəltmə olan çıxışlıq hallı sözlər aclıqdan və soyuqdan qrammatik mənaca fərqlənmir. Yəni eyni itki hissəsidir. Səhvdir. Aclıq isimdir, soyuq sifətdir. Qabağına yanlış yazıbdı, bunu götürürəm. Daha sonra dördüncü fikir qoşmalı söz sifətdir. Qoşmalı söz xəstəlik isimdir. Sifət deyil. Səhvdir. Kökü və yarandığı nitq hissəsi eyni olan sözlər tamamlığın ifadə vasitəsidir. Kökü və yarandığı nitq hissəsi eyni olan sözlər, yəni sadə sözlər. Çoxu sözü sadə sözdür, amma tamamlıq yox. Mübtədanın ifadə vasitəsidir. Bu da səhvdir. 1-3 cavabımız olmalıdır. A variantı. Hələlik bu qədər. Sağ olun.